Üzünü bəri çevir. Bu da o keçən dəfəki deyil. Hansı qıza yaxınlaşıram, getsən həmin o qızla tanış olsan. Qutar da səninki bundan. Bax bu qız axırıncı şansındır. Sakitcə oturmasan qıraqda. Ağzını açsan bizim dostluğumuz, qardaşlığımız qalmayacaq. Keç otur normal adam balası kimi orada. Düş qabağıma. Rafa, saatı təzə almısan? Cavan uşaqsan, ya nə kobud saatdır, biraz incə saat tax. Ay Rafa, o nədir yayın gündə qara koftan geyinib gəlmişsin? Biraz belə qəşəng, rəngli belə sarışqa falan yox idi. Gəldiyi kimi yıxıldı. Cavan uşaqsan da nə olub? Biraz şirin gül də, biraz səmimi gül. Açığı Rafa, bax belə deyim. Köksən arıq xoşlayıram. 1.70 boyum var, 1.80 xoşlayıram. Yəni, nə bilim vallah. Tipim deyilsən də Rafa. Neyiniyim qaqa? Qolumu qıçımı kəsim, sındırım, mən neyiniyim, mən yetim. Allah da məni bir əştat yaradıb da, Allah'a qurban olum. Bax, ruhumuzu dəyişək bəlkə, onunla dincələsən, hə? Məni götürmə də, qardaş. Qızla tanış olmuşaq, məni niyə gətirdin? Görsən, hər dəfə yandırırsan, gətirmə də. Məni bu söhbət deyil. Qız da belə qəşək qızdır, ta Allah xoşbəxt eləsin də bizi. Mən nağarım, otur yol ver, biz gedirik. Dur da, başım beynimi xarab eləmə, da 500 manatı var, təmizdən çıxıb oturub başımızı yeyirsək gədə. Hə, dur, gəl buraya.